Natəvan adını götürdük. Tamam, Natəvan sözünü qoyuruq bir kənara, qadının üzünə baxırıq. Deyək ki, bu qadın bəstəboy, kiçik boylu, düz saçlı, biraz da orta çəkili bir qadındır. Biz bununla qarşılaşmışıq, adını bizə deyir. İndi bunun önə çıxan özəlliklərini biz neylədik? Kiçik boyludur, düz saçlıdır və orta çəkilidir. Adı da ki, Natəvan. İndi bu adı kodlaşdırmalıyıq onun fiziki özəlliklərini. Adını soruşuruq. Adın nədir? Deyir, Natəvan. Deyir ki, nə? Natəvan və neyləyirik? O kiçik boylu xanımın düz saçlarını götürürük. O düz saçını onun boynuna bağlayırıq. Kiçik boyluydu da düz saçlıydı. Onu götürüb tavana fırladırıq. Nə? Natəvan. Nə? Tavan. Natəvan. Qəşəng saçıdır. Yəni beyin bunu tez fikirləşməyə də. Beyin bunu yadda saxlamaq üçün. Praktik eləyəndə tez fikirləşir. Elə bir insan yoxdur ki, onun beynində bənzədə biləcəyi bir şey olmasın.